Masallı rayonu Ağakişibəyli kəndindən olan 26 yaşlı Nurlan Əbilov bugün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb. O doğulduğu rayonda torpağa tapşırılacaq. Değerli şehidimiz Əbilov Nurlan'ın qulunu əziz edirəm. Əbilov Nurlan Masallı rayonumuzun şehididir. Azerbaycan diyarın çok gururlu igididir. Herkes onunla fəqr eləyir, qan utturdu düşmənə. Öz canını fəda elədi, süper durdu düşmənə. Herkes onunla fəqr eləyir, qan utturdu düşmənə. Öz canını fəda elədi, süper durdu düşmənə. Ne ata vardı ne ana, qovuşum cənnətdəsin. Allah qismət edəcək, qovuşum cənnətdəsin. İlahi rəhmət eyləsin cəmi şəhidlərimizə, məkanını cənnət eyləsin cəmi şəhidlərimizə. Şerefe kendi gurur duyur Nurlan senin adınla. İndi senin təsəlli alırlar adınla. Amin Fərruq övladların yadigardı millətə. Yaş boya satdıqda olar qədəm qoyar xidmətə. Amin Fərruq övladların yadigardı millətə. Yaş boya satdıqda olar qədəm qoyar xidmətə. Ne ata vardı ne ana, qovuşun cənnətdəsin. Allah qismət edəcək, qovuşun cənnətdəsin. İlahi rəhmət eyləsin cəmi şəhidlərimizə, məkanını cənnət eyləsin cəmi şəhidlərimizə.